Yazıda unutur ya. İnşallah Aylin necə sevinirdi. Mən şokdayım sizdən çox. Yəni elə bir illər də olar tanıyır yəni. Daha doğrusu baldızını gördü bir də qızını. Şok. Hamı şok. Özüm de şoktayım. Çıkamıyorum. Bence en güzeli bu da. Mantıklı ha. Danışmağımı çoktan danışırıq. Prosta gəldi Alişi gördü. Hediye falan almışdı Alişe. Aliş de tez isindi video falan çekti. Ben Aliş'ten ne yemesiydi. Düşmənçilik eləmirəm də, yəni uşağın xətrinə. Məncə ən düz qərar bu da. Həm də görəm, o da görmək istəyir. Söz deyəndə xətrinə də, görəm qan çəkir də. Görmək istəyirsə mən ümumiyyətlə həmişə demişəm, görmək istəyirlərsə mən heç vaxt qarşı çıxmaram. Onu canlıda həmişə demişəm. Çünki mən o qəddarlığı eləmərəm uşağa qarşı. Mən uşağın valideyniyəm, amma ağası deyiləm. Yəni söz-söhbət qalxdı da aradan belə, ne bileyim, dava, dalaş, ora get, bura get, bu şikayət, mən şikayət, belə şeylər yəni lazım deyil də, bağladıq söhbətə. Tamam. Suyunu deyil balam. Eğer görmək istəyib addım atıbsa, bu böyüklükdür. Son. Düzdür. Başka söhbət eləmir inşallah. Çok zor. Bu sefer Gülan'ın cezalı yarışta. Efendim, söydün o kadar şeyden sonra barışıp ərə getmirəm, öyleyim. Herkesin şəxsiyyəti var. Sadece Ayliş üçün aradan bazı problemler götürdü bu kadar. Neyini qıraq birbirimizi? Tek size sizden. Uşaqlar, ekran tıklayın, canlıq paylaşın. Başka meselelerin bu barışığa neyse adeti yoktu. Düşmənçiliği yoktu da yani. Ne yiyeyim, patlamayayım ben. Düz yazanlar deməli düzgün düşüncəsi olan insanlar. Bəzi insanlar da qınamıram, nəsə yazanda. Bunlar da qınamıram, ardası.
Güzel yedin. Senden gözlemedim. Neyi balam? Ki benim kızım xoşbəxt olsun. Ben ürək istəyəndə getsin, görsün, danışsın, görüşsün. Mən başqa, o başqa. Mən öz şəxsi həyatım, onların öz şəxsi həyatları. Amma uşağı qata bilmərəm. Mən həmişə demişəm ki, görüşmək istəyirsə görüşsün, mən qarışmam. Onlar görmək istəyib, mən atqaz gedərəmsə, hə. Mən atqaz gedən deyiləm elə şeyə. Niye kıskansın ay xanım? Niye kiş danışırsan? Onu özel hallediyorum. Ben kalkmıyorum. Al. Bunu saklaşlar. Baboş açıb, qız açıb, yatıb bu. İndi canlı deyildi ki, yazdı videonu tekrar paylaş. Sıkımışırlar. Öpüyorum. Korsez yazanlar var Allahsız. Şoka düşme aşkım, hayatta her şey olur. En büyük arkadaşlıklar düşmanlıkla başlar. Şoka düşme bacı qurban. Evladım varsa hayatta her şey eləməyə hazırım. Hər bir üstsüz eləməyə hazırım. Ekran tıklayıp canlı paylaş. Az 200'lü nənəndir. Gülbükə. 200'lü qaşqalbatdır. Rızqı dəz. Ben sen gibi kinli insan değilim. Kız bayrağı. Dünən yox, dünən yatmışdıq, dincəlişim. Ləman yaxşı qızdı, can, öpürəm səni. Olmuş oğlum. Güzel oldu barışdıq. Barışdıq da, uşağı görmək istədik. Görüşdük, tanışdıq. Gördü, uşağın da reaksiyası yaxşı oldu. BBC de gördü. Yəni şey olmadı da. Ne deyirlər ona belə. Uşaq elə bilir ki, ürəyindən oldu. Qalb çəkir qabatsın. Özü xazın yox deyirəm. Məndə elə şey yoxdur. Xanım BBC ilə görüşmüşdüm. Başqa söhbət niyə edirsən burada? Qaşqaldıq. İstəsə BBC ilə görüşəcək, gedib görəcək dediyimiz insanı da. Görmək istəsə təbii ki görəcək. Ay kızlar, bunlar arada kaldı. Sözüm yoktu. Sözün yoktu Basbayra. Sözün olanda gelersen. Sözün neye yoktu? Sözün yoktu. Sözün yoktu az. Sana söz soruşan oldu, sözünde olsun. Neye sözün yoktu? Sözüm yoktu, sözüm yok. Neye sözün yoktu? Cemaatın ərin qucağında video çekmeyeceğim. Neye sözün yoktu? Ərimi gördüm bugün benden, ona sözün yoktu. Kızım ya. Neyniyim, kinli qalım. Qabağa getməliyəmsə keçmişimi unutmalıyam da. Keçmişlə yaşasam hara kimi gedəcəm, bacı qurban. Özüm kinlənirəm, özümə ziyandır. İstəmirəm kinlənmək. Hə, çəkin məndən.
Onlar qoşulub. Allah sizi, Allah sizi. Xoş söz yazanlar öpürəm sizi, var olasın. Pis söz yazanlar. Yine ürək. Nə tərsiz? Çok sağ ol. Ya bak. Kladı da. Az kimi, Saçın həqqi. belə çox gözəl yaraşıb. Sən öl. İki padruga Nə danışır. yaraşır? Padruqa nədə ağzını danışır? Hə. İki gaga Nəyə danışır. oxşuyursan, heç saçın da yox deyil. Alnının yekəli Bəli. yoxdur. Hə. Elə yaxşı da parıldayıram. Milyoner sifəti almışam. Nə güldür. Babacıqlar hamısı getdilər ta. Tarifdan. Abi bu saçın belə qəşəng yaraşır, zarafatsız. Mənə deyirlər saçını kəsdir. Yo yo belə supersən. Bu sen Allah çoban eti eləmədi. Bu ne uzatdırırsan. Tako az çəkdə bu paxıllığımı. Ta bezdirsən bu paxıllığımı. Çox söz yazanlar öpürəm, çox sağ olun uşaqlar. Ne? Get çoban eti oxşayatsan da saç o boynu Ay çoban. qardaş, az çəkdə bu paxıllığımı. Yaxşı uşaqlar, baboş platformanın Amma ən sənə şirinlidir. salırlar, cəhənnəmə salsınlar məni hələ. Sən Allah'ın dostu. Valla baboş var ha, səndən də Heç yaraşır. mənim Səndən Nə işlə qoy yaraşıqlı olsun. Sür saxlayamırıq. Deyir oy girvan təmizləyən qaçaq insanam Amma bir dənə söz deyim, doğrudan gözəlliyə qalarsa sevər də səndən yaraşıqlı şeydir, qəşəng. Her il gelir yaş üstte. Mən nə qədər tıqqılı olsa da bir o... Qulaq as da! Mənə bax Valla ürək. mən Azərbaycanda heç bir qızın paxıllığını çəkmirəm. Türkiyə olsun da. Mən demirəm ki, mən gözələm, mənə kimsə gözəlliyim. Mən gözəl deyiləm, mən şirinəm, mən şirinəm. Zato elə gözəl qızlar var ki, mənim yanımda oturanda çəkiciliyi belə yoxdur. Cəlb eləyə bilmir. Gözələ 2 saat baxırsan, amma şirindən doymursan. Onu da yadında saxla. Ay Sako. Cavanlıqda o neçə il bundan qabaq çox arıq idin. İndi götürürəm. Arıq idi, da arıq. İndi bax ətlərini üzü zadı qəşəkdə dolub gözəlləşib. Cavanlığı çox arıq olur. Gör Sako özünə olur, heç kəs də bəyənmir. Sakonun nə zövqü var. Mən 3 il bundan qabaq deyirəm, pasiyak vidində olmuşam. Nə man 4 il bundan qabaq Çeçenka bax. saçı bura tükür. Arada bir belirdi bax. Danışır bana. Elirdi ki saçı Danışır tükür. bana, danışır bana. Bura. O vaxtlarına baxmısın Sakonun. İndi o vaxtlara gediriksə mən də gedim.